illər həsrət qaldığı doğma yurda qayıdan insanların addım səsləri bugün Xankəndi küçələrində yenidən eşidilir. Şəhərdə aparılan bərpa tikinti işləri artıq yeni bir həyatın əsasını qoyur. Müasir yaşayış kompleksləri, sosial obyektlər, yollar və kommunikasiya xidmətləri sürətlə inşa olunur. Bu yüksəlişin əsas qəhrəmanları isə doğma torpağa qayıdan insanlardır. Onlardan biri də ötən ilin dekabr ayında Xankəndiyə köç edən Kamran kişidir. 88-in sentyabr ayında buradan evlər yandı çıxdıq. Biz çox dedilər Bakıya, ora, bura, ancaq getmədik. Xocalıya 88-ci ildə köçkün getdik, kaç gün. Xocalıda məskunlaşdıq, fin evləri idi. Orada da bir tikinti quraşdırıq, tikdik, evdə tikdik. İnanırdıq ki, gələcək. Onun üçün getmədik Bakıya, onun üçün getmədik haralara. Da gördük məcbur, 92-ci ildə də bu məlum hadisələr onun iştirakçısı olduq. 3 gün meşədə qaldıq. Yəni, itkimiz də oldu, dayım oğlu, gəlinimiz, əmim oğlu, Daşaltıda, dayım oğlu Xocalı faciəsində. Yəni, yenə də yaşadıq, qaldıq burada. Kamran kişinin bu sevincinin arxasında həm də böyük bir qürur və kədər dayanır. Onun oğlu Xəqani 44 günlük vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. İndi bu günləri, nə deyim, xoşbəxt yaşayırıq. İtkimiz olsa da, o şərəfli itkinidir. Yəni, torpaq uğrunda, vətən uğrunda şəhid oldu. Biz də bundan qürur duyuruq. Yəni, dövlətimizdən deyək, xalqımızdan deyək, hamısından biz razıyıq. Bundan artıq nə olmalıdır? Bax, bu evləri verdilər bizə. Bizim ayrı ev vardı, plana düşdü. Ancaq bu günləri dövlətimiz bizə bu belə gözəl evi bağışladı, verdi. Şəhidlərin xatirəsi bugün Zəfər Parkı kimi məkanlarda da yaşadılır. Park həm gələcək nəsillər üçün yaddaş məkanı, həm də milli qürur simvolu kimi formalaşdırılır. On hektar ərazidə yerləşən Zəfər Parkı Xankəndinin ən yüksək ərazisində salınıb. Bugün Xankəndi həm də öz dirsəliş dövrünü yaşayır. Bərpa, tikinti, quruculuq işləri sürətlə davam edir. Buraya köçürülən sakinlər isə işlə təmin olunub. Qarabağ Klinikası bölgənin ən müasir tibb müəssisələrindən biridir. Klinika ən son tibbi avadanlıqlarla təchiz olunub və əhaliyə yüksək səviyyədə xidmət göstərir. Biz Qarabağ Universitet Klinikasında elə bir xidmət yaratmağa çalışırıq ki, bu həm yerli əhalimizin, buradakı əhalimizin tam olan tələbatını qarşılasın və buradan xəstə artıq harasa göndərilməsin mümkün olduğu qədər. Bizdə 20-dən çox ixtisasda həkimimiz var. Klinikamız 3 mərhələdə açılır. Demək ki, birinci mərhələni artıq keçmişik. Bu ambulator xidmətlərdir ki, ambulator xidmətlərin içində hər cür, yəni həm pediatriyası, həm demək böyük xəstələr üçün, həm də eyni zamanda cərrahi branşların da öz poliklinikaları var. Diaqnostik mənada laboratoriyamız tam funksionaldır. Ondan əlavə radiologiya bölünməmiz işə başlayır. Bizim demək ikinci mərhələdə artıq təcili yardım xidmətimiz açılacaq. Bu təcili yardım xidmətimiz də inşallah iyun ayının ortasında açılması planlaşdırılır. Onun üçün bütün işlər davam edir. Ən əsası da bizim komandamızın məşqləri, treyningləri davam edir. Qarabağ Klinikası yalnız tibbi xidmət mərkəzi deyil, həm də bölgədə həyatın normallaşmasının göstəricilərindən biridir. Şəhərə qayıdan sakinlər artıq burada rahat və təhlükəsiz şəkildə yaşayır, gələcəyə ümidlə baxırlar.
Burada olmaq mənim üçün çox qürur vericidir, həm də bir tərəfdən çox məsuliyyətlidir. Çünki biz bugün burada sadəcə bir universitet qurmuruq, həmçinin biz burada gələcəyin səhiyyə sistemini formalaşdıran bir mühit qurmuş oluruq. Bundan əlavə, öz təhsil proqramımız haqqında sizə kiçik bir məlumat verim ki, bizim təhsil proqramımız çox innovativ, beynəlxalq standartlara uyğundur. Biz bugün burada spiral metodu ilə və inteqrativ metodla dərslər veririk. Həmçinin biz burada IPA dediyimiz yanaşma ilə dərslər veririk. Bu nə deməkdir? Dərslərimiz bloklar üzrə aparılır və bu blokların hər birində biz 5 xətt üzrə Science xətti, Arts and Humanities, CBE, Skills xətti və həmçinin Research xətti üzrə yanaşı dərs proqramları aparmış oluruq. Öz adıma mən bugün burada Arts and Humanities xəttinin koordinatoru olaraq da məlumat vermək istəyirəm. Bizim bu xəttdə əsas məqsədimiz nədir? Gələcəyin sadəcə tibbi biliklərə sahib olan peşəkar həkimini deyil, həmçinin effektiv ünsiyyət qura bilən, etik, empatik bir həkim, bir tibb işçisi yetişdirməkdir. Mənim uşaqlıq arzum elə tibb sahəsi üzrə təhsil almaq və mütəxəssis olmaq idi. Biz burada ən yeni və müasir metodla təhsil alırıq və bu mənim üçün böyük bir qürur verici hissdir ki, biz şəhidlərimizin xüsusiyyətlə almış bu torpaqlarda təhsil alırıq və yaşayırıq. Tibb qardaşı ixtisası üzrə belə deyə bilərəm ki, tibb qardaşı həkimlə pasiyent arasında çox mühüm bir rol oynayan mütəxəssisdir və abituriyentlərə də bunu tövsiyə görərdim ki, onlar da bu innovativ metodla təhsil görmək istəyirlərsə, onlar da Qarabağ Universitetini seçsinlər. Bugün Xankəndidə həyata keçirilən geniş miqyaslı quruculuq işləri təkcə infrastrukturun bərpası deyil, həm də insanların həyatına yeni nəfəs verir. Zəfər Parkı kimi layihələr isə bu dirçəlişin həm rəmzi, həm də real göstəricisidir. Buraya qayıdan hər bir sakin, o cümlədən Kamran kişi kimi insanlar bu torpaqlarda həm xatirələri yaşadır, həm də gələcəyi qururlar. Anar Şuşalı, Tərlan İbrahimova, NTV Xəbər, Xankəndi.